Herkese salam. Bugünkü videomuzun mövzusu A-Level proqramının da əsas fənlərindən biri olan biznes və biznesin idarə edilməsi fənnidir. Bu fənn nədir və nəyi öyrənir? Deməli, bu fəndə tələbələr yalnız bu yöndə gedən tələbələr üçün yox, eyni zamanda müxtəlif sahələr üzrə gedən tələbələr üçün də faydalıdır. Burada tələbə riskin idarə edilməsi, riskin idarə edilməsində riskin fürsətə çevrilməsi, analiz etmə, qərar qəbul etmə və ümumi olaraq qlobal müstəvidə gedən prosedurların biznesdə rolu, təsiri və nəticəsidir. Burada tələbə yalnız nəzəri yönündə deyil, eyni zamanda da öyrəndiklərini praktikaya qoyur. Sadaladığım bu bacarıqların nə üçün önəmli olduğunu göstərən ən əsas nümunələrdən biri isə yaxın keçmişdə baş verən pandemiya dönəmidir və biz buna baxsaq görərik ki, müəyyən şirkətlər tamamilə sıradan çıxdı, müəyyən şirkətlər isə əksinə inkişaf etdi. Bu inkişafın əsas səbəbindən biri isə həmin bu sadaladığım faktorların idarə etmə, riskin fürsətə çevrilməsi, qərar qəbul etmə bacarığı, bu da həmin şirkətlərin inkişafına gətirib çıxartdı. Sonda isə onu qeyd etmək istərdim ki, sadalanan bacarıqların hansının sizdə güclü və ya zəif olduğunu müəyyən edin və zəif bölümlərinizi aradan qaldırılması üçün çalışın. Hər kəsə uğurlar.